Büdcə resurslarının xərclənməsi, alınması və bölüşdürülməsi üzərində nəzarət gücləndirilməlidir. Bunu Yençağa açıqlamasında iqtisadçı Xaliq Kərimli deyib. O, Hesablama Palatasının maliyyə pozuntuları ilə bağlı hesabatı barədə fikirləri səsləndirərkən deyib ki, ictimai fondların idarə olunmasında ciddi islahatlara ehtiyac var. Azərbaycan dövlət idarəçiliyi deyək, ümumiyyətlə bürokratiya sahəsində deyək, inzibatçılıq sahəsində deyək, o qədər uğurlu nümunəsi yoxdur da. Yəni zaman-zaman müxtəlif beynəlxalq təşkilatlar da bu baxımdan ölkədə ki vəziyyətin o qədər arzu olunan vəziyyətdə olmadığını və dünyanın hətta ən yaxşı idarə olunan 100 ölkədən də kənarda qaldığına dair biz statistikalar görürük. Düz indi bu təşkilatların bu cür təhlillərini çox mötəbər kimi qəbul etmək lazımdır, amma ən azından müqayisəlilik üçün vacibdir. Yəni ölkənin həm ictimai fondların idarə olunması, həm ictimai idarə etməsində ciddi islahatlara, reformalara, təkmilləşdirmələrə ehtiyac var. Özümüzün daxili nəzarət qurumumuzun tapdığı nəticələr göstərir ki, Hesablama Palatası da hesab edir ki, bu sahədə təkmilləşdirmələrə ehtiyac var. Burada nədir? Burada məmurun etikası artmalıdır, etik prinsiplərə əməl etməlidir, şəffaflıq artmalıdır, rəqəmsallaşmalar artmalıdır ki, bu cür hallar mümkün qədər az olsun və hətta olsa da tez tapılsın, tez ortaya çıxsın. Büdcə resurslarının xərclənməsi, alınması, bölüşdürülməsi üzərində nəzarət təkmilləşdirilməlidir. Və burada da bu ortaya çıxan bu cür problemlər də üstündən keçilməməlidir. Dövlətə vurulan ziyanlar bərpa edilməlidir və məsuliyyətsiz şəxslər də cəzalanmalıdır ki, başqaları bu cür hallar, hadisələr olanda cəzalanacaqlarına başa düşsünlər, bilsinlər ki, bu tutulacaq gecə tezi var. Yəni bu cür adi bildiyiniz cinayət və cəza prinsipləri tətbiq edilməlidir.